Bugün Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verməsindən 39 il ötür. Bu münasibətlə Sumqayıt Çernobıl Əlillər İctimai Birliyinin və Sumqayıt İcra Hakimiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Qeyd edək ki, 20-ci əsrin faciəsi adlandırılan bu hadisə əsrin ən böyük texnogen fəlakəti olub. Qəza 1986-cı il aprel 26-sında baş verib. Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədər olub. Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında SSRİ-də yaşayan digər xalqların nümayəndələri kimi Azərbaycanlılar da aktiv iştirak edib. İşlərə ümumilikdə 7000 Azərbaycanlı cəlb edilib. Onlardan 2000-i bu illər ərzində müxtəlif xəstəliklərdən ölüb. Çernobıl Atom Elektrik Stansiyası 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb. Qeyd edək ki, BMT aprel 26-sını beynəlxalq radiasiya qəzaları və fəlakətləri qurbanlarının xatirə gününün elan edəndən sonra 2003-cü il dekabrında qurumun baş assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələrə həmin günü qeyd etməyə çağırıb. Bu facianın da o vaxtı Ulu Öndərimiz Heydər Əliyev cənabları 1993-cü ildə Çernobıl əlillərinə status vermiş. Həmin statusu insanların maddi və mənəvi qayğılarına kömək olmuşdur. Bu Çernobıl əlillərinə indi yetirilən diqqət hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən həmin status genişlənib. İndi Çernobıl əlillərinə maşın, evlə təmin olunması, sanatoriyalar, yokkalar verilməsi, ildə dərman pulu verilməsi dövlət tərəfindən olan qayğıdır Çernobıl əlillərinə. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.